Məntəşəli şüşə qapılarda ən çox rast gəlinən problemlərdən biri qapının zamanla sallanması və məntəşələri sıradan çıxmasıdır. Bunun əsas səbəbi düzgün quraşdırılmaması və aşağı keyfiyyətli məhsullardan istifadə olunmasıdır. Ümumiyyətlə bir şüşə məntəşəsinin yük daşıma qabiliyyəti orta hesabla 20-25 kq-dır. Standart ölçülü 92 olan şüşə qapılarda adətən 3 məntəşədən istifadə etmək tövsiyə olunur. Bəzən isə ustalar standart qapıya ya 2 məntəşə qoyurlar, ya da 3 məntəşəni qapı boyu bərabər məsafədə quraşdırırlar. Yəni biri yuxarıda, biri ortada, biri isə aşağıda olur. Bu ilk baxışda ağlabatan görsənsə də, əslində düzgün variant deyil. Çünki məntəşəli qapılarda əsas yük yuxarı hissəyə düşür. Yuxarıda bir məntəşə olduqda zaman keçdikcə qapı sallanmağa və aşağı düşməyə başlayır. Düzgün montaj üçün yuxarı hissədə 2 məntəşəni bir-birinə təqribən 15-20 sm məsafədə quraşdırmaq lazımdır. Üçüncü məntəşə isə aşağı hissədə quraşdırılmalıdır. Belə olduqda qapının ağırlığı daha düzgün paylanılır və məntəşələr daha stabil işləyirlər. Məntəşə formasının seçiminə gəldikdə isə, əgər qapı əsasən bir istiqamətdə açılacaqsa, şüşə kənarı profil xətti ilə eyni səviyyədə olmalıdır. Bunun üçün adətən L formalı, ustaların tək qulaq dediyi məntəşələrdən istifadə olunur. Əgər qapı hər iki tərəfə açılacaqsa, cüt qulaq məntəşələr daha uyğun variantdır.